Müəllimlər, dəyərli həmkarlar, bugün danışırıq öyrənmə tərzlərindən. Deməli, hər kəs mövzunu müxtəlif yollarla öyrənir. Bəziləri informasiyanı qrup şəklində yaxşı öyrənirlər, bəziləri fərdi şəkildə daha yaxşı mətni öyrəndiklərini qavrayırlar. Bəzi şagirdlər, bəzi insanlar var ki, kitabı oxuyub bütün sözləri rahat yadda saxlaya bilirlər, lakin bu hər kəsdə alınmaya bilər. Ona görə də biz bugün öyrənirik, öyrənmə tərzlərini görək, bizim hansı cür öyrənmə tərzlərimiz var. Deməli, dedik ki, hər kəs mövzunu müxtəlif yollarla öyrənir. 4 öyrənmə tərzi var. 1. Vizual öyrənmə, yəni görərək öyrənmə. 2. Audial öyrənmə, yəni eşidərək öyrənmə. 3. Kinestetik öyrənmə, yəni toxunaraq öyrənmə. 4. Oxuyub yazaraq, yəni qeydlər apararaq öyrənmə. Deməli, bu öyrənmə tərzlərini VAKO başlığı altında yadda saxlayırıq. VAKO başlığı altında yadda saxlayırıq. Birinci danışırıq vizual öyrənənlərdən. Vizual öyrənənlər yeni məlumatları əldə etmək, başa düşmək üçün şəkillərdən, xəritələrdən, qrafik vasitələrdən istifadə etməyə üstünlük verirlər. Deməli, onlar görüntünü daha yaxşı yadda saxlayırlar. Onlar görərək öyrənənlərdir. Deməli, onlar nəyə üstünlük verirlər? Görməyə üstünlük verirlər. Öyrəndiklərini təsəvvürlərində canlandırırlar. Qrafikdən, diaqramdan, şəkil və xəritələrlə işləməyi xoşlayırlar. Deməli, vizual öyrənənlər həm də rəngarəngliyi sevənlərdir. Rənglərlə işarələməyi sevirlər. Şəkilləri olan kartlardan istifadə etməyi sevirlər. Qeydlərin belə şəklini çəkirlər. Rəngli yapışqanlı kağızlardan istifadə edirlər. Deməli, bu öyrənənlər, yəni vizual öyrənənlər görərək öyrənənlərdir. Video çarxdan yaxşı öyrənirlər, şəkillərlə öyrənirlər. Məsələn, mövzunu öyrətmək üçün şagirdlərə bir şəkil gətirib göstəririk, bunu daha yaxşı yadda saxlayırlar. Görüntünü yaxşı yadda saxlayırlar. Bu cür öyrənənlər deməli vizual öyrənənlərdir. Yəni görüntü, görərək öyrənənlərdir vizual öyrənənlər. İndi danışırıq audial öyrənənlərdən, yəni eşidərək öyrənənlərdən. Onlar yeni mövzunu eşidərək öyrənməyə üstünlük verirlər. Onlar deməli ucadan oxumaqla da öyrənirlər. Deməli, səsli şəkildə öz eşitdiklərini, öz oxutduqlarını eşidərək daha yaxşı öyrənirlər. Yəni qulaqları eşidəndə oxuduqlarını daha yaxşı yadlarında saxlayırlar. Yoldaşları ilə yeni mövzunu müzakirə edərək öyrənənlərdir. Deməli, hər hansı bir mövzu keçirik, mövzunu yoldaşları ilə müzakirə eləyib yadda saxlayırlar. Qeydləri belə səsli şəkildə aparırlar. Oxuduqlarını ucadan danışaraq öyrənənlərdir. Deməli, audial öyrənənlər necə öyrənənlərdir? Səsli öyrənənlərdir. Yəni, onlar eşitməyə daha çox üstünlük verirlər. Audial öyrənənlər dərsi dinləməklə daha yaxşı başa düşürlər. Onlar dərsi kimdənsə dinləyirlər, daha yaxşı başa düşürlər. Mövzunu, informasiyanı digərlərindən dinlədikdə daha yaxşı yadda saxlayırlar. Məsələn, elə şagirdlər olur ki, deyir ki, ana, dərsi mənə oxu, mən yadımda qalacaq, mən yadımda saxlayacağam. Deməli, belə şagirdlər audial öyrənmə tərzinə sahib olan şagirdlərdir. İndi danışırıq kinestetik öyrənmə tərzindən. Yəni, bunlar hərəkətli öyrənənlərdir. Kinestetik öyrənmədə isə məlumatı toxunaraq daha yaxşı öyrənirlər. Kinestetik öyrənənlər hərəkətli şagirdlərdir. Toxunaraq öyrənirlər. Mühazirələri xoşlamırlar. Yəni, uzun-uzadı mühazirələri, yəni danışığı xoşlamırlar. Onlar qurmağı, yaratmağı xoşlayırlar. Detallara maraq göstərirlər. Laboratoriyalarda işləməyi sevirlər. Hətta evlərində belə dərs oxusalar, o tərəfə, bu tərəfə hərəkətli şəkildə gəzərək öyrənirlər. Bu şagirdlər hərəkətli şagirdlərdir. Deməli, kinestetik öyrənənlər məlumatı toxunma vasitəsilə daha yaxşı anlayırlar və praktik öyrənirlər. Onlar toxunaraq öyrənirlər. Deməli, nəyi xoşlamırlar? Mühazirələri xoşlamırlar. Qeydlərini apararkən belə hərəkətli edirlər. Rollu oyunlardan istifadə edirlər. Laboratoriyada işləməyi sevən şagirdlər. Deməli, kinestetik öyrənənlər məsələn rollu oyunlarda daha yaxşı yadda saxlayırlar öyrəndiklərini. Oxuyub yazaraq öyrənənlər isə sözlər vasitəsilə daha yaxşı öyrənirlər.
bu cür şagirdlər çoxlu qeydlər aparan şagirdlərdir. Onlar həvəsli oxuyucudurlar. Yəni kitabxanadan kitab alıb oxumağı sevirlər. Yazılı qeydləri rahatlıqla edirlər. Müəllim dərsi danışdıqda belə müəllimin danışığından qeydlər aparırlar, yazırlar. Mətni oxumağa daha çox maraq göstərirlər. Kitabxanaya gedərək öyrənirlər, kitablardan istifadə edirlər. Öyrəndikləri ilə bağlı yazılı qeydlər aparırlar. Mətni öyrəndikdə belə kitabdakı mətni öz sözləri ilə harasa köçürərək, yazaraq daha yaxşı öyrənən şagirdlərdir. Deməli, bugün danışdıq öyrənmə tərzlərindən. Hər birimiz müxtəlif öyrənmə tərzlərinə sahib şagirdlərik, insanlarıq. Elə ola bilər ki, bir şagirddə bir deyil, bir neçə öyrənmə tərzi olsun. Deməli, biz bugün hansı dərsdən danışdıq? Öyrənmə tərzlərindən. Necə başlıqda yadda saxladıq? Vako başlığı ilə yadda saxladıq. V. Vizual öyrənənlər, yəni görərək öyrənənlər. Audial, yəni eşidərək öyrənənlər. Kinestetik, toxunaraq öyrənənlər. O da oxuyub, yazaraq öyrənənlər. Sağ olun, sağlıqla qalın. Bir sonraki dərsdə görüşmək ümidi ilə.